Ramiz müəllimi yola salırıq. Həm övladı kimi yola salıram onu, həm dostu kimi yola salıram, həm də mənim müəllimim olub. Ona görə tanışmaq çox ağırdır, çox acıdır. Çünki Ramiz müəllim dahi sənətkar idi, böyük şəxsiyyət idi, böyük vətəndaş idi. Biz ümid eləyirdik ki, onu xilas eləyə biləcəyik, ayağa qaldıra biləcəyik. Çünki mübarizə aparırdıq. Son 3 həftə reanimasiyada idi bilirdiniz. Təşəkkürümü bildirmək istəyirəm. Əlbəttə bizi tək qoymayan insanlar, ölkə başçımız, mühtərəm cənab prezidentimiz, ölkəmizin birinci xanımı, hörmətli Mehriban xanım, Heydər Əliyev fondu bizə dəstək oldular, tək qoymadılar o çətin anlarda. Ramiz müəllim həm tarzən, görkəmli tarzən, həm pedaqoq, həm alim idi. Onun musiqisi, ifası, milli musiqimizin sərhədlərini aşaraq dünya miqyasında müxtəlif ölkələrdə Azərbaycan musiqimizi, milli mədəni irsimizi hər zaman təbliğ edirdi və eyni zamanda pedaqoq olaraq bugünə qədər yüzlərlə tələbə yetişdirib. Həmin tələbələr də Azərbaycan mədəniyyətimizin, incəsənətimizi inkişafında öz sözünü deyir, töhfəsini verir. Ramiz Quliyevin fəaliyyəti Azərbaycan Respublikasının prezidenti tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. Əməkdar artist, xalq artisti fəxri adların verilməsi, şöhrət və şərəf ordinlərinin, dövlət mükafatının təqdim edilməsi həmin qiymətin bariz nümunəsidir. Onun çalgısı beləydi. Bir də mizrab vurmağından birini bu Ramiz Quliyevdir. O çox tarzəndə yoxdur ya. Onun mizrabından birinidir ki, bu Ramiz Quliyevin ifasıdır. Onun ifaları, ondan bütün muğamlar yaxşı çıxırdı. Ana muğamın əsas odur, seyyah. Ne diyeyim, Xaric seyyah, Zavuz seyyah, Şur, Çoban Bayatı, Bayatı. Bütün muğamları ifa eləmişdi. Hamısı da yüksək dərəcədə. İctimaiyyətimizə çox ağır itki yüz verib. Tarz sənətinin sütunlarından biri Ramiz Quliyev bizi tərk elədi, dünyasından dəyişdi. Bu doğrudan da musiqimiz üçün çox böyük ağır itkidir. Biraz tez oldu onun bizim aramızdan gelməyi. Hətta bizim müəllimimiz olub o. Yəni mən tələbə olanda Ramiz Quliyev müəllim idi. Zarafat edirdim ona ki, Ramiz müəllim, necə var elə də qalmışsan. Mən inandırım, bir dəfə Moskvada Azərbaycan günləri idi. Elə oldu ki, Ramiz sola çaldı, çıxandan sonra simi qırıldı. Gülə-gülə baş əyməyə gələndə simi salmışdı, çala-çala da gəldi səhnəyə. Mən onun o ustalığını bir daha gözümlə şahidi oldum ki, yəni bu böyük sənətkar hələ bir səhnə üçün doğulmuşdu. Bu gün əlbəttə onun haqqında keçmiş zamanda danışmaq biraz çətindir. Bugün hamımızın sevilmesi, hər birimiz üçün dəyərli olan, nəinki sənət aləmi, sənət dünyası üçün, bütün Azərbaycan xalqı üçün dəyərli olan bir insan itirmişik. Bugün hörmətli Ramiz müəllim öz sənəti, öz ifaçılıq sənəti, öz pedaqoji fəaliyyəti, insani dəyərləri ilə hər kəs üçün bir nümunədir. Onun yaratdığı irs, düşünürük ki, Azərbaycan mədəniyyətində elə bir iz və elə bir xəzinə yaradıb ki, zamana sığdıra bilməyəcəyimiz qədər o hər kəs üçün bir qida mənbəyi, hər kəs üçün bir örnek olacaqdır.
Mən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi adından Quliyevlər ailəsinə, onun yaxınlarına, əzizlərinə, bütün sənətçilərimizə dərin hüznlə başsağlığı vermək istəyirik. Və düşünürük ki, onun əziz xatirəsi hər birimizin yaddaşında əbədi olaraq qalacaqdır. Allah rəhmət eləsin. Ben Ramiz'i gördüm Ağdam'da. Axırıncı dəfə biz oturmuşduq Cənab Prezidentle bir yerdə. O güzel zalında ve Ramiz doğrudan xoşbaxt idi. Ağdam dağılmıştı ama həyat başlayıb ve Ramiz onu görürdü, hiss edirdi ve xoşbaxt olurdu. Mən Ramiz'den soruşdum, atanın evi hardadır? Dedi, çətin məsələ. Burada Ağdam'da onu tapmaq. Ama inanıram ki Eyüp onu tapacaq, o yeri. Ve orada Quliyevlər ocağı həmişə olmalıdır Eyüp. Möhkəm ol, bu lazımdır. Həyat davam olurlar. Mən də atamı itirəndən sonra özümü itirdim biraz. Ama sonra başa düşdüm ki bu yolu davam etmək lazımdır. Əgər sən Quliyevsən, sən möhkəm olmalısın. Allah rəhmət eləsin dostum. Xatırlayıram ki, onu biz hospitaldan götürəndə artıq şuuru özünə qaydırdı və mənə işlediyi bir söz yadımdan çıxdı. Mənə dedi ki, sən bilirsən də, deyir, xeyirlə şər bir yerdə olur. Əvvəl başa düşmədim nə üçün deyir onu, indi anlaya bilirəm. Və xahiş elədi ki, biz onu evə qaytaraq. Biz fikirləşdik ki, artıq o çətin bir etap geridə qalıb, biz onu ayağa qaldıra biləcəyik. Ancaq qayıtdı və biz onu bir neçə saat ərzində itirdik. Bilirsiniz, dost itirmək bir dərddir, müəllim itirmək bir dərddir, at itirmək başqadır. Mən hamısını itirdim. Amma o mən hesab edirəm ki, xoşbəxtdir bu. Çünki ruhu oradadır və ucalardan görür, izləyir. Çünki onun yetişdirmələri var, tələbələri var, böyük bir istedadlı Tarzan ordusu var. Bizim Bakı Musiqi Akademiyasında dərs deyirdi. Musiqi Akademiyamıza çox bağlıdır. Mən həmişə deyirdi ki, mən oradan heç vaxt getmərəm. Çünki mən orada, hətta yanıma gəlir, məni göstərirdi ki, bax, bu parketi Üzeyir bəyin ayağı dəyib, sən bilirsən. Bu parketdə, bax, buralardan böyük insanların ayaqları dəyib, onlar buradan keçiyor. Biz hamımız onun tələbələri olmuş. Onun tələbələrinin bir qismi indi salondadır, zaldadır. Xalq artistlərimiz var, əməkdar artistlərimiz var, tanınmış sənətkarlar var ki, hansı ki, Azərbaycanımızın adını çox böyük bir ləyaqətlə təqdim edirlər, təmsil edirlər. Mən bir daha sizin hamınıza təşəkkür edirəm. Üzrlü biraz çətindir danışmaq. Sonda Mikail Müşfiqin gözəl sözləri var. Deyir, oxutar, səni kim unudar? Biz Ramiz müəllimi unutmayacaq. Allah rəhmət etsin.